Hamıya salam. Gəlin bugün maliyyə dünyasının bəlkə də ən fundamental sualına baş vuraq, bir şirkətin əsl dəyəri nədir? Bilirsiniz, bu sadəcə rəqəmləri toplamaq deyil. Bu, əsl bir dedektiv işidir, bir strategiya və ya axtarışdır. Gəlin başlayaq. Bütün məsələ elə bu sualdan başlayır da. Birjada gördüyümüz o yanıb sönən səhm qiyməti o həqiqəti deyir, yoxsa pərdə arxasında bilirsiniz, daha dərin, daha fundamental bir həqiqət var. Gəlin bu sirrin üstünü birlikdə açaq. Amma qorxmayın, bu axtarışa kör-köranə çıxmırıq. Əlimizdə bir xəritə var və bu elə-belə xəritə deyil ha. Bu, dünyanın ən güclü maliyyə analitiklərini yetişdirən CFA proqramının öz tədris planıdır. Yəni, bunu bir dərslik kimi düşünməyin, əsl xəzinə xəritəsi kimi baxın. Məqsədimiz də o xəzinəni, yəni şirkətin əsl dəyərini tapmaqdır. Okey, xəritəmiz də var. Deməli, yola çıxmaq vaxtıdır. Gəlin belə edək. Özümüzü müasir dövrün detektivləri kimi təsəvvür edək. Missiyamız isə çox aydındır. Şirkətin həqiqi dəyərini üzə çıxarmaq. Baxın, işin ən kritik nöqtəsi budur. Birjadakı səhm qiyməti, bilirsiniz, biraz anlıq əhval-ruhiyyəyə bənzəyir. Bugün populyardır, sabah yox. Şairlər, emosiyalar hamısı təsir edir. Amma bizim detektivin işi bu deyil. O bütün bu səsküyü kənara qoyub, şirkətin təməlinə, yəni onun əsl, daxili dəyərinə baxır. Yaxşı, bir detektiv işə hardan başlayır? Təbii ki, sübut toplamaqdan. İndi gəlin şirkətin keçmişi haqqında ilkin dəlilləri toplamağa başlayaq. Hər bir detektiv kimi bizim də əlimizdə istintaq faylları olmalıdır. Və bizim işimizdə 3 əsas fayl var. Bu sənədlər demək olar ki, şirkətin maliyyə DNT-sidir. İlk faylımız mənfəət və zərər hesabatı. Buna şirkətin bir illik maliyyə gündəliyi də deyə bilərik. Çox sadədir. Bir tərəfdə bütün qazancları yazılır, o biri tərəfdə isə bütün xərcləri. Sonda yerdə qalan rəqəm isə bizə ən vacib sualın cavabını verir. Bu şirkət ötən il pul qazanıb, yoxsa itirib? İkinci faylımız isə balans hesabatıdır. Bunu şirkətin müəyyən bir gündə çəkilmiş maliyyə selfisi kimi düşünün. Şəklin bir tərəfində şirkətin sahib olduğu hər şey var, aktivləri. O biri tərəfində isə borclu olduğu hər şey, öhdəlikləri. Bu ikisi arasındakı balans, yəni tarazlıq, onun maliyyə sağlamlığı haqqında bizə çox şey pıçıldayır. Və üçüncü, bəlkə də ən vacib fayl, pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Bax, bura əsl detektivin pulun izinə düşdüyü yerdir. Çünki bilirsiniz, mənfəəti biraz bəzəyib düzəltmək olar. Amma nağd pul yalan danışmaz. Bu hesabat bizə şirkətə həqiqətən nə qədər pulun girib çıxdığını qəpiyinə qədər göstərir. Yaxşı, fayllar əlimizdədir. İndi isə böyüdücü şüşəmizi götürüb, daha dərinə baxmağın, rəqəmlərin arxasındakı hekayəni anlamağın vaxtıdır. Çünki sübutları toplamaq bir işdir. Amma əsl detektivlik onları danışdırmaqdır. Bu rəqəmlər sadəcə rəqəm deyil axı. Onların arxasında bir hekayə var, ipucuları, bəzən hətta xəbərdarlıq siqnalları gizlənib. Gəlin o hekayəni üzə çıxaraq. Bunun üçün də analitin xüsusi bir alət çantası var. Maliyyə əmsalları. Bu alətlər bizə çox konkret suallara cavab verir. Məsələn, bu şirkətin qəfil bir borcu çıxsa, ödəyə biləcək pulu var? Ya da əlindəki avadanlıqlardan, binalardan nə qədər səmərəli istifadə edir? Bu alətlər arasında isə DuPont təhlili kimi, belə deyək, usta səviyyəli bir texnika var. Təsəvvür edin ki, bir maşının mühərrikini hissə-hissə sökürsünüz. Niyə? Çünki gücün hardan gəldiyini anlamaq istəyirsiniz. DuPont da eynən bunu edir. Şirkətin mənfəətinin əsl mənbəyini göstərir. Yaxşı satış edirlər, yoxsa xərcləri yaxşı idarə edirlər. Bəlkə də borcdan çox istifadə edirlər. Bax, bütün bu sualların cavabı buradadır. Okey, keçmişi və bugünü demək olar ki, rentgendən keçirdik. Amma indi axtarışın ən çətin, ən qeyri-müəyyən hissəsinə gəldik, gələcəyə baxmaq. Baxın, bu fərqi anlasanız, bütün axtarışın mənasını tutacaqsınız. Soldakı bazar dəyəri, yəni qiymət, bu sanki bazardakı səsküydür. Enir, qalxır, dəyişir. Sağdakı daxili dəyəri isə bizim axtardığımız o sakit, təməl gücdür. Bizim detektivin məqsədi məhz bu ikisi arasındakı fərqi tapıb fürsətə çevirməkdir. Yaxşı, bəs bu daxili dəyərini necə tapırıq? Elə-belə təxmin etmirik ki. Bunun üçün xüsusi modellər var. Məsələn, ən klassiklərindən biri dividend-diskont modelidir. Məntiqi çox sadədir əslində. Deyir ki, bir şirkətin dəyəri onun gələcəkdə sizə ödəyəcəyi bütün pulların bugünkü dəyərinə bərabərdir. Çünki razılaşaq ki, sabahki 1 manat bugünkü 1 manat deyil. Amma bizim detektivin işi elə də asan deyil. Qarşısında böyük bir nəzəriyyə var. Bazarın səmərəliliyi.
Bu nəzəriyyə qısası deyir ki, bazar o qədər ağıllıdır ki, bütün məlumatları onsuz da qiymətə daxil edib. Yəni, ucuz səhm tapmaq bir növ xəyaldır. Çünki əgər həqiqətən ucuz olsaydı, kimsə onu sizdən əvvəl alardı. Və bu nəzəriyyəyə inanıb inanmamağınız sizin bütün investisiya fəlsəfənizi müəyyən edir. Əgər bazarda səhvlər olduğuna, yəni o ucuz, dəyərli səhmlərin hələ də mövcud olduğuna inanırsınızsa, siz aktiv bir investor olursunuz. Yəni, tilovu götürüb tək-tək axtarışa çıxırsınız. Yox, əgər bazarın səmərəli olduğuna, qiymətlərin düzgün olduğuna inanırsınızsa, o zaman pasiv strategiya seçirsiniz. Yəni, sadəcə tor atıb bütün bazara almağa çalışırsınız. Yaxşı, bütün araşdırmalar bitdi, təhlillər edildi, nəhayət yekun qərar anı gəlib çatdı. Bütün o mürəkkəb təhlillərdən sonra hər şey gəlib bu 3 sadə seçimə dayanır. Baxın, əgər sizin hesabladığınız dəyər, yəni o tapdığınız almaz, bazarın təklif etdiyi qiymətdən daha yüksəkdirsə, deməli, fürsət var. Bu, al deməkdir. Yox, əgər sizin dəyəriniz daha aşağıdırsa, deməli, səhv həddindən artıq bahadır. Bu, sat siqnaldır. Bərabərdirsə də, deməli, qiymət ədalətlidir. Bu da saxla deməkdir. Məntiq bu qədər sadədir, amma bu nöqtəyə gəlmək əsl sənətdir. Amma bir şeyi heç vaxt unutmayın, bu axtarış heç vaxt bitmir. Maliyyə təhlili bir dəfəlik bir tapşırıq deyil, bu davamlı bir prosesdir. Çünki şirkətlər dəyişir, dünya dəyişir, bazarlar dəyişir və detektivin işi də heç vaxt qurtarmır. Sonda isə sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Bəli, analitikin dəyərləndirməsi çox güclü bir alətdir. Amma bütün bu hesablama kitabları rəğmən, gələcəyi həqiqətən də 100% proqnozlaşdırmaq mümkündürmü? Bəlkə də analitikin əsl işi gələcəyi görmək deyil, sadəcə gələcəyə ən yaxşı şəkildə hazır olmaqdır.